Hazırda sosial şəbəkələrdə paylaşılan kontentlərə baxırıq. Açığı burada elə faktlar var ki, mən belə bunların bəzisini bilmirdim. Məhz bu cür paylaşımlar sayəsində gənclər tariximizi daha yaxşı öyrənir və təbliğ edir. Elə biz də yeni bir kontent hazırlayacağıq. Hazırladığım hər bir layihədə və vizualda məqsədim sadəcə vətənpərvərlik emosiyasını hər kəsə hiss etdirməkdir. Milli dəyərlərimizi beynəlxalq auditoriyaya ən təsirli şəkildə təqdim etməliyik. İnanıram ki, hər birimiz öz peşəmizi bu informasiya mübarizəsində iştirak edərək ölkəmizin səsini qürurla bütün dünyaya ucalda bilərik. Xüsusilə gənclər hazırladıqları maarifləndirici paylaşımlar, infoqrafiklər və videolar, hətta bəzən animasiyalar vasitəsilə Azərbaycanın tarixi barədə məlumatları faktlarla maraqlı formada təqdim edirlər. Tarixi mövzuları araşdırarkən çox ehtiyatlı olmaq lazımdır. Tarixçi mütləq şəkildə araşdırdığı mövzuya bu hadisə niyə baş verib sualını verməlidir. Ardıca digər bir sualı verir ki, ola bilərmiydi ki, bu hadisə baş verməsin? Gənclər hər hansısa bir məlumatı dəqiqləşdirmədən paylaşması artıq istər ölkənin, istər tarix elminin imicinə çox böyük zərbə vurub. Bu cür kontentlər məlumatlandırma, maarifləndirmə və təbliğat baxımından daha da faydalı hesab olunur. Nəzərə alsaq ki, sosial şəbəkələr həyatımızın ayrılmaz bir parçasıdır. Biz də belə deyək də bu texnologiyaları özümüzə rəqib yox, işimizə bir vasitə kimi seçməliyik. Tarixi həqiqətləri təkcə sinif otaqlarında deyil, eyni zamanda müxtəlif sosial platformalarda, beynəlxalq platformalarda, müxtəlif layihələr vasitəsilə dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırıq. Belə faydalı məzmunlar yaratmaqda əsas məqsəd Azərbaycan həqiqətlərini dünyaya yaymaqdır. Müasir dövrün gəncləri isə bu işin öhdəsindən gəlməyi bacarırlar. Əzizə Mahmudzadə, Nail Şahbazov, Zaur Haşimov, Telesəhər.